Fizika 7-ci sinif testlər və suallar toplusunda baxırıq birinci mövzunu, yəni fiziki kəmiyyətlər və onların ölçülməsi, skalyar və vektorial kəmiyyətlərin suallarının izahına. Birinci sualda deyir ki, ölçü cihazlarını seçin. Biz burada baxırıq 6 variant var. A variantında metr verir. Metr nədir? Metr uzunluq vahididir. Yəni bizim axtardığımız cavab deyil. Ölçü cihazı deyil, uzunluq vahididir. Baxırıq B variantına. B variantında saniyə ölçən. Saniyə ölçən nədir? Zamanı ölçən cihaz. Yəni deməli saniyə ölçən zamanı ölçür və ölçü cihazıdır. Bir variantımız olur. B. Baxırıq sonra qram. Qram nədir? Qram kütlənin ölçü vahididir. Ona görə o da ölçü cihazı deyil. Nəyin ölçü vahididir? Kütlənin ölçü vahididir. Ölçü lenti. Ölçü lenti uzunluğu ölçən cihazdır. Yəni bu da ölçü cihazıdır. Baxırıq E variantında termometr. Termometrdə temperatur ölçən cihazdır. Bu da doğru cavabdır. Baxırıq dəqiqə. Dəqiqə isə zaman vahidlərindən biridir. Zamanın vahidlərindən biridir və ölçü cihazı deyil. Burada variant olur. Cavabımız olur B variantı, D variantı və E variantı. Baxırıq ikinci suala. İkinci sualda deyir kütlə hansı hərflə işarə olunur? Biz bilirik ki, kütlə M hərfi ilə işarə olunur. Yəni burada da cavab olur D variantı. T hərfi ilə zaman işarə olunur. S hərfi ilə yer dəyişimi işarə olunur. V hərfi ilə isə həcm işarə olunur. Baxırıq üçüncü suala. Aşağıdakılardan hansı vektorial fiziki kəmiyyətdir? Vektorial fiziki kəmiyyətlər nə idi? Ümumiyyətlə fiziki kəmiyyətlər iki yerə bölünür. Skalyar və vektorial olaraq. Skalyar fiziki kəmiyyətlər o idi ki, onların yalnız ədədi qiyməti olurdu. Yəni istiqaməti olmurdu. Vektorial fiziki kəmiyyətlərin isə həm ədədi qiyməti, onunla yanaşı həm də onların istiqaməti olurdu. Yəni biz burada həm ədədi qiymət, həm istiqaməti olan kəmiyyətə baxırıq. Bu da əlbəttə ki, A variantında sürət cavabıdır. B variantında həcm skalyar kəmiyyətdir. C variantında burada həcmin işarə olunduğu hərf yazın. C variantında sıxlıq rho hərfi ilə işarə olunur və skalyar kəmiyyətdir. Uzunluq da bilirik ki, L, D və ya digər uzunluq bildirən hərflərlə R-lə falan ifadə olunur və o da skalyar kəmiyyətdir. Sonra dördüncü sual. 90 desimetr neçə santimetrə bərabərdir? Biz bilirik ki, 1 santimetrimiz, daha doğrusu 1 desimetrimiz 10 santimetrə bərabərdir. 10 santimetrə bərabərdir. Deməli, biz desimetri santimetrə çevirəndə nə etdik? 1 idi, 10 oldu. Yəni 10'a vurduq. İndi burada 90 desimetri də santimetrə çevirəndə biz nə edərik onu? 10'a vurarıq. Bu da verir bizə 900 santimetr. Əgər bunu metrlə ifadə elə dəyərdirsə, onda metr nə edərik? Santimetri 100'ə bölərdik. O da bizə verərdi 9 metr. Amma bizdən burada santimetrlə istəyir cavabı. Ona görə cavab C variantı olur. 900 santimetr. Baxırıq 5-ci suala. Otağın uzunluğunu hansı cihazlarla ölçmək olar? Otağın uzunluğu ölçən cihazlar hansılardır? Biz ona baxırıq. Baxırıq A variantında ölçü lenti uzunluğu ölçür. B variantındakı menzurka bu həcmi ölçür. Yəni bizim axtardığımız variant deyil. Desimetr yazılıb bura. Desimetr uzunluğun vahididir. Yəni vahidlərindən biridir. Əsas vahidi deyil, amma vahidlərindən biridir. Törəmə vahididir. Ona görə bunu qarışdırmayın bu ölçən cihazlarla desimetri. Sonra baxırıq xəttkeş. Xəttkeş bilirik ki, uzunluğu ölçən cihazlardan biridir. Baxırıq Y variantında tərəzi. Tərəzi nədir? Tərəzi kütləni ölçən cihazdır. Yəni uzunluğu bizə lazımdır, uzunluğu ölçən cihaz. Ona görə E variantında götürmürük. Baxırıq F variantında zaman. Zaman özü bir fiziki kəmiyyətdir. O da cihaz deyil. Bizdə oldu cavabımız nə? A variantı və D variantı. Baxırıq 6-cı suala. Zaman hansı hərflə işarə olunur? Bu da əlbəttə ki, bunu bilirik. Zaman T hərfi ilə işarə olunur. 7-ci sual. Hansı skalyar fiziki kəmiyyətdir? Skalyar fiziki kəmiyyətlər nə idi? Onu bayaq dedik. Yalnız ədədi qiymət olur. Həmin kəmiyyətlərin istiqaməti olmur. Qüvvə vektorial kəmiyyətdir burada A variantında. Təcil vektorial kəmiyyətdir. Zaman qalsın. Yer dəyişmə də vektorial kəmiyyətdir. Çünki yer dəyişmə həm istiqaməti var, həm də ədədi qiyməti. Bizə burada qalır C variantı zaman. Zaman skalyar fiziki kəmiyyətdir. 3-cü sual. 3 saat neçə saniyəyə bərabərdir? Biz bilirik ki, 1 saat, baxın burada yazın, 1 saat neçə saniyəyə bərabərdir?
3600 saniyəyə bərabərdir. 3600 saniyə. Onda 1 saatı 3 saatın neçə saniyəyə bərabər olduğunu hesablamaq üçün biz 3-ü vurmalıyıq 3600-ə. Bu da 10800 saniyə eləyir. 10800 saniyə A variantı. Baxırıq 9-a. Azər otağın temperaturunun nə qədər olduğunu ölçmək istəyir. Sizcə o hansı cihazdan istifadə etməlidir? Burada bizə lazım olan cihaz nədir? Temperaturu ölçən cihazdır. Temperaturu ölçən cihaz isə A variantındakı termometrdir. B-dəki ölçü lenti uzunluğu ölçür. C-dəki voltmetr gərginliyi, D-dəki tərəzi isə kütləni ölçən cihazdır. 10-cu sual. Şəkildəki ampermetrin ölçmə həddi neçədir? Biz burada şəkili yaxınlaşdırmalıyıq. Bu cihaz ampermetrdir. Bunun ölçmə həddi bir cihazın ölçə biləcəyi maksimum həddi göstərir. Yəni, ən rahat qısa desək, cihazın üzərindəki ən son qiymət neçə yazılıbsa, bu onun ölçü həddidir. Burada da baxırıq, cihaz sıfırdan başlayır, ölçə biləcəyi maksimum 15 amperdir. 15 amper. Üzərində 15 amper yazılır son həddə. Buna görə cavabımız olur A variantı. 11-ci sualda 120 km/dəqiqəni əsas vahidlərlə ifadə edin. Biz deməli 120 kilometr bölünsün dəqiqə. Kilometri metrə çevirəndə onun yerinə yazırıq. 1 kilometr neçə metrə bərabər? 1000 metr. Kilometrin yerinə yazırıq 1000 metr. Dəqiqəni də saniyəyə çevirməliyik. 1 dəqiqəmiz neçə saniyəyə bərabərdir? 1 dəqiqə bilirik ki, 60 saniyəyə bərabərdir. Ona görə dəqiqəni də yerinə yazırıq 60 saniyə. Burada 120 ilə 60 ixtisar edər. Burada qalar 2 və 2-ni də 1000-ə vursaq eləyər nə? 2000 metr bölünsün saniyə. Yəni B variantı eləmiş olar. 12-ci suala müəllim 3 şagirdə sinif otağının uzunluğunu ölçməyi tapşırdı. Səyyad otağın uzunluğu addımla, İlahə ölçü lenti ilə, Emil isə xəttkeşdən istifadə edərək ölçdü. Əlbəttə ki, burada ölçü lenti və xəttkeş, yəni konkret cihazlardan istifadə etsək, biz ölçünü daha dəqiq hesablayarıq. Burada deyək, kimin və ya kimlərin ölçüsünü daha dəqiq hesab etmək olar. Onda biz ölçü cihazından istifadə edənlərin, yəni İlahənin və Emilin ölçüsünü daha dəqiq hesab etməliyik. 13-cü sual. Cihazın xətasını hansı ifadə ilə təyin etmək olar? Cihazın xətası bir bölgünün yarısına bərabərdir. Yəni, biz cihazın bir bölgüsünün qiymətini tapırıq, onun yarısı isə həmin cihazın xətasıdır. Burada da bizə deyir ki, bir bölgünün yarısı D-dir. Daha doğrusu, bir bölgü D-yə bərabərdir. Bir bölgü D-dirsə, dedik onun yarısı da nəyə bərabərdir? Həmin cihazın xətasına. Onda ifadəmiz olur D bölünsün 2. Baxırıq 14-cü suala. 14-də deyir, verilmiş kub şəkilli qutunun həcmini hansı cihazın köməyi ilə təyin etmək olar? Həcmini hansı cihazın köməyi ilə təyin etmək olar? Biz bunun həcmini necə ölçə bilərik? Biz bu qutunun oturacağının sahəsini taparıq və həmin sahəni qutunun hündürlüyünə, yəni məsələn, bu göy rənglə işarələdiyim yerin biz sahəsini taparıq, bu hissənin sahəsini. Daha sonra bunun həcmini tapa bilmək üçün həmin sahəni qutunun baxın bu hündürlüyünə, bu H hündürlüyünə vurmalıyıq. Yəni S vurulsun H deməliyik. Yaxşı, biz qutunun sahəsinin məsələn, üst oturacağının sahəsini necə taparıq? Bunun iki tərəfini, A tərəfini, bu tərəfinə deyək B tərəfini. Bu iki tərəfin ölçüsünü bir-birinə vurmalıyıq. Bunu da ölçmək üçün, məsələn, A tərəfin uzunluğu neçə santimetrdir və ya neçə metrdir? Eyni şəkildə B tərəfin uzunluğu neçə santimetrdir, neçə metrdir? Onu nə ilə ölçərik biz? Xəttkeşlə onu ölçərik, sonra onları bir-birinə vurub həmin hissənin sahəsini taparıq. Həmin hissənin sahəsini tapdıqdan sonra qutunun hündürlüyünü ölçərik və həmin hündürlüyü sahəyə vursaq, bu bizə qutunun həcmini vermiş olar. Baxırıq 14-cü suala. Həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlər, biz bunu demişik ki, həm ədədi qiyməti, həm istiqaməti olan kəmiyyətlər vektorial fiziki kəmiyyətlər adlanır. Skalyar kəmiyyətlərin isə
istiqaməti yox idi. Baxırıq 16-cı suala. 85 desiqram neçə qramdır? Bu ifadə sizə biraz yad gələ bilər, çünki siz adətən bunu desimetr olaraq görmüsünüz. Desiqram sözündə burada elə bir qeyri-adi bir şey yoxdur. Desi əslində ona vurmaq deməkdir. Məsələn, 85 bizə desəydi 85 desimetr neçə metrdir? Onda biz bunu nə edərdik? Desimetri metrə çevirəndə ona bölürdük. Yəni eləyirdi 8,5 metr. İndi burada da eyni ifadədir. 85 desiqram, 85 desiqram neçə qramdır desə bizə, onda nə edərik? Bu ifadəni 85-i 10-a bölərik ki, biz bunun neçə qram olduğunu tapaq. Yəni 8,5 qrama bərabərdir. Cavab olur A variantı. Baxırıq 17. Şəkildəki voltmetrin xətasını hesablayın. Biz bilirik ki, bir cihazın xətasını hesablaya bilmək üçün əvvəlcə həmin cihazın bir bölgüsünün qiymətini tapmalıyıq. Bir bölgüsünün qiymətini tapdıqdan sonra isə həmin bir bölgünün yarısı bizə həmin cihazın xətasını verir. İndi biz bu voltmetrin bir bölgüsünün qiymətini necə tapaq? Baxırıq iki qonşu qiymətlərə. Baxın, məsələn, istəsək 0 ilə 50-yə baxa bilərik, istəsək 50 ilə 100-ə, 100 ilə 150-yə, yəni heç bir fərq yoxdur. Baxırıq 0 ilə 50-yə. 0 ilə 50 arasında neçə qiymət var? Baxın, 50-dir də. Bu hissənin 0 ilə 50-nin arasının qiyməti 50-dir. Yaxşı, 50 volt deyirik lap buna. 50 voltdur. Yaxşı, bəs həmin arada neçə xəttlər var? Ən birinci 0-ın üzərindəki xətti saymırıq. Bu həmişə belədir. Bax, ondan sonra birincidən başlayaraq sayırıq. Baxırıq burada 1, daha sonra 2, 3, 4 və 5 xətt var. Deməli, biz bu 50-ni indi bölürük 5-ə. Çünki bunların hər biri bir bölgüdür. Biz bölməliyik o xəttlərin sayına, bunların hər biri bir bölgüdür. Yəni, o bölgülərin sayına böləndə burada 5 bölgü vardır. Biz həmin bir bölgünün qiymətini tapmış oluruq. 50 voltu 5-ə bölsək, əlbəttə ki, eləyər 10 volt. Və bu nə oldu? Bir bölgünün qiyməti oldu. Və xəta nə idi? Cihazın xətası. Bir bölgünün yarısı. Bir bölgünü 10 volt tapmışıqsa, deməli onun yarısı da bərabərdir nəyə? 10 volt bölünsün 2 bərabərdir 5 volta. Yəni cavab olur B variantı. Aşağıdakı şəklə əsasən verilənləri təyin edin. Bölgülər arası məsafə eynidir. Baxırıq. Bizdən nə istəyir? 1 və 6 vektorlarının əvəzləyicisi. Vektorların belə bir qaydası var. Əgər vektorlar eyni istiqamətdə yönəlirsə, onların əvəzləyicisini tapanda həmin vektorların qiymətini toplayırıq. Yox, əks istiqamətə yönəlirsə, onların əvəzləyicisini tapanda həmin vektorların qiymətini bir-birindən çıxırıq. Baxırıq birinci A variantına. A variantına nə deyir? 1 və 6 vektorların əvəzləyicisi. Baxırıq bir vektoru necə yönəlir? Hər bir damanın da burada bizə qiymətini verir. Deyir, hər bir dama 2 cm-dir. Bir vektoruna baxaq görək, onun qiyməti nə qədərdir? Bir vektorun görürük ki, qiyməti sola doğru 2 damadır. Hər damanda qiyməti 2 cm olduğundan, deməli bu 4 cm. Bunu burada belə yazaq. Birinci vektora yazaq, 4 cm sola doğru. Deməli, 4 cm hara gedir? Sola doğru gedir. Bir də baxaq, deyir 6-cı vektor. Baxırıq 6-ya, 6 neçə damadır? 1, 2, 3, 4 damadır. Hər dama 2 cm isə, deməli 6 vektorun uzunluğu nə qədərdir? 4 dəvə 2, 8 cm-dir və o da hara doğrudur? Sağa doğrudur. Baxırıq ki, biri sola doğru gedir, biri sağa doğru. Yəni, bir-birinin əksinə yönəliblər. Onda biz nə etməliyik? Bunların əvəzləyicini tapanda bir-birindən çıxmalıyıq. Biz 8 cm-dən 4 cm çıxsaq, eləyər 4 cm. Yəni, bu iki vektorun əvəzləyicisi 4 cm-ə bərabərdir. Əgər istiqamətini sorulsaydı, böyük vektorun istiqamətində olardı bu şəkildə, sağa doğru. Baxırıq B-yə. B-də deyir ki, 3 və 6 vektorların əvəzləyicisi. Baxırıq 3 vektoruna yenə necə yönəlib? Sağa doğru 2 dama. Hər dama 2 cm olduğundan, onda 3 vektorunun qiyməti nə qədər olur? 4 cm. Baxırıq yenə 6 vektorunu da bayaq tapdıq. O da sağa doğru 8 cm-dir. İndi hər ikisi sağa doğru yönəlib. Biri 4 cm, biri 8 cm. Onda əvəzləyicisini tapanda eyni istiqamət olduğu üçün bunları toplayırıq. 3 və 6 vektorların əvəzləyicisi eləyir neçə? 12 cm. Sonra baxırıq C-yə. 4 və 5 vektorların əvəzləyicisi. Baxırıq 4 vektoruna, görürük 4 vektoru yuxarı yönəlib. Neçə dama? 1, 2, 3 dama da yuxarı yönəlib. Hər bir dama 2 cm olduğundan 3 dama neçə eləyər? 6 cm eləyər. Bunu hardan yazaq?
Bunu buradan yazaq. 6 santimetr və 5 vektoru. 5 vektoru aşağı yönəlib, yəni bunlar artıq bir-birinin əksidir. O neçə damadır? Bu da 1 və 2 damadır. 1 dama 2 santimetr olduğundan 2 dama eləyir 4 santimetr. Və bunları nə edirik? Biz bir-birindən çıxırıq. Niyə? Biri yuxarı yönəlib, biri aşağı yönəlib. Əks istiqamətdə yönəldikləri üçün. Burada santimetr olmalı. 6 santimetrdən 4 santimetri çıxsaq, bu eləyər 2 santimetr. Deməli, 4 və 5 vektorların əvəzləyicisi olur 2 santimetr və D variantı. Baxırıq, D variantında 5 və 2 vektorların əvəzləyicisini istəyir. 5 vektoru baxırıq, aşağı yönəlib 2 dama, bayaq tapmışdıq. 2 damamız nə qədər eləyir? 4 santimetr. Deməli, və 2 vektoruna baxırıq ki, bu yuxarı yönəlib, 5 isə aşağı. Yəni, bunlar bir-birinin əksidir. Biz nə etməliyik? Bunlardan bir-birini çıxmalıyıq. 2 vektoru isə baxırıq, o da 1, 2 damadır. 2 damada neçə eləyir? 4 santimetr. Yaxşı, bunların əvəzləyicisi nə eləyər? 4 çıxılsın 4 bərabərdir 0-a. Yəni, bu vektorların əvəzləyicisi 0-a bərabərdir. Baxırıq 19. Şəkil 1-də menzurkanın içərisində müəyyən miqdarda su var. Bu şəkil 1-imizdir. Burada görürük müəyyən miqdarda su var. Menzurkanın içərisinə tərəfi 2 cm olan kub formalı cisim atıldıqdan sonra menzurkanın göstərişi 30 cm kub olmuşdur. Verilənlərə əsasən menzurkadakı suyun həcmi neçə santimetr olar? Yəni, biz bu suyun həcmini tapmalıyıq burada. Bunu tapmaq üçün nə etməliyik? Bizə verilən bir neçə qiymətlər var. Əvvəlcə kubun bir tərəfi verilib 2 cm. Daha sonra verilib, kub atıldıqdan sonra menzurkanın göstərişi olubdur 30. Bir də bizə verilən budur. Biz bunu necə taparıq? Əvvəlcə tapmalıyıq ki, görürük, suyun səviyyəsini nə vaxt artırdıq? Onun içərisinə cisim atdıqdan sonra, kub formalı bir cisim atdıqdan sonra. Deməli, biz həmin kub formalı cismin həcmini tapsaq və ümumi həcmdən, yəni 30-dan kubun həcmini çıxsaq, bizə menzurkadakı suyun göstərişini vermiş olar. Onda nə etməliyik? Kubun həcmini tapmalıyıq. Kubun həcmi necə tapılır? Üç tərəfini bir-birinə. Kubun bilirik ki, hər tərəfi nədir? Bir-birinə bərabərdir. Yəni, kubun üç tərəfini bir-birinə vursaq, biz onun həcmini tapmış olarıq. Kubun bir tərəfi 2 cm-dir. Bunu vururuq 2-yə, onu da vururuq 2-yə. Yəni, üç tərəfini bir-birinə vurduq. Bu nə elədir? 8 cm kub. Yaxşı. Kubun həcmi, gəlin üstünə yazım, 8 cm kuba bərabərdir. Ümumi kubla suyun bir yerdə göstərişi 30-dur. Onda suyun tək göstərişi nəyə bərabər olar? Biz 30-dan 30 cm kubundan çıxmalıyıq 8 cm kubunu. Bu da nəyə bərabər olar? 22 cm kuba. Sonra baxırıq 20-ci sual. Tərəfləri verilmiş düzbucaqlı prizma formalı cismin sıxlığını hesablayın. Bir cismin sıxlığını hesablamaq üçün daha doğrusu. Sıxlıq rho hərfi ilə işarə olunur. Bilirik ki, və M bölünsün V düsturu ilə tapılır. Bizə burada baxırıq. Burada rho dedik cismin sıxlığıdır. M cismin kütləsidir. V isə cismin həcmidir. Biz baxırıq. Burada bizə verilən nədir? Sıxlığı istəyir. Bu heç. Verilibdir bizə kütlə. Nə qədər verilib? 240 qram. Sonra verilib. Daha doğrusu həcm. Bir də kubun daha doğrusu prizmanın tərəfləri verilir və biz buradan prizmanın həcmini özümüz tapmalıyıq. Niyə? M var, V-ni də tapmalıyıq ki, biz bunları bir-birinə bölsək, rho-nu hesablaya bilək. Daha doğrusu M-i V-yə bölsək. V-ni necə taparıq? V cismin, məsələn, biz burada bunun həcmini tapmaq üçün bunun oturacağının sahəsini, məsələn, üst tərəfi ilə birlikdə alt tərəfi bunun bir-birinə bərabərdir. Bu hissəsinin sahəsini tapsaq və bunu hündürlüyə vursaq, bu hündürlüyə, bu bizə onun həcmini vermiş olar. Bu necə? V bərabərdir. Sahə S hərfi ilə işarə olunur, vurulsun hündürlük H-la. Bu düsturla tapırıq. Elə bunu birbaşa da ifadədə yerinə yaza bilərik. Ayrıca V-ni tapıb, aparıb, orta qiymətini yerinə də yaza bilərik. S-i necə tapırıq? Görürük, bir tərəfi 3 cm-dir, eni 3-dür, uzunluğu isə 5 cm-dir. Bunları bir-birinə vursaq eləyər 15 cm kvadrat. Vurulsun hündürlük. Hündürlük nə qədərdir? 4 cm. 4 cm. Bu da eləyir neçə? 4-ü 15-ə vursaq 60 cm kub eləyər. Yaxşı. Biz V-ni tapdıq. Bizdə M də var. Onda rho-nu hesablaya bilərik artıq. Yazırıq. Rho
bərabərdir. M bölünsün V. O da bərabər. M-i yerinə yazırıq. 240 qram verir. 240 qram. Bölünsün 60 santimetr kub. Bu da neçə eləyər? 240'ı biz 60'a bölsək eləyər 4 qram bölünsün santimetr kub. Amma bizə burada deyir ki, cavabı kilogram bölünsün kub metrdən ifadə edin. Bərabərdir. Mində 1 kilogram. 1 bölünsün 1000 kilogram. Yəni biz burada qramın yerinə gəlib bu 1 bölünsün 1000 ifadəsini yazırıq. 1 bölünsün 1000 yazırıq bura. Vurulsun. Santimetr kubumuz, metrimiz bərabərdir 100 santimetrə. İndi biz artıq bunun kubuna baxırıqsa, yəni santimetrin kubu da artıq 100 deyil. Bunun arxasında yüzdə 2 sıfır var. 1 santimetrimiz olsaydı 2 sıfır olar. Santimetr kubuna baxanda artıq 1 milyon 2, 4, 6 sıfır. 1 milyon santimetr kub bərabərdir 1 metr kubuna. Gətirib 1 metr kubun, santimetr kubun da yerini onda. Buradan santimetr kubunu tapsaq, santimetr kub bərabərdir nəyə? Metr kubu bölünsün 1000. Daha doğrusu 1 milyon. 2, 3, 4, 5, 6. Yəni biz metr kubunun, santimetr kubunu da yerinə burada yazırıq. Metr kubu burada da kilogram var idi. Kilogram. Metr kubunun yerinə yazırıq. Baxın metr kubu bölünsün 1000. Burada bölünsün 1000 yazanda həmin 1000 nə eləyir? Qalxır mötərizənin yuxarısına. Yenə 1000 deyirəm. 1 milyon. Və burada da var nə? Bir dənə 4'ümüz var. Bunları ixtisar aparsaq görərik ki 3-0 buradan gedir, 3-0 buradan gedir. Nə qalır? 4 vurulsun 1000. Yəni 4000 kilogram bölünsün metr kubu alınır. Cavabımız olur 4000 kilogram bölünsün kub metr. Bundan bu mövzu bitdi.